Saat 7-dir və mənim yuxudan oyanan vaxtımdır. Çünki hazırlaşıb məktəbə getməliyəm. Tez hamama gedirəm, dişlərimi fırçalayıram, əl-yüzümü yuyub, yatağımı toplayıb, məktəb paltarlarımı geyməyə başlayıram. Saçlarımı darayıb, gözəlcə hazırlaşıb, mətbəxə keçirəm. Səhər yeməyimi yedikdən sonra anamla sağollaşıb məktəbə yola düşürəm. Evə gəldikdən sonra isə paltarlarımı dəyişib, günorta yeməyimi yeyib, biraz dincəldikdən sonra rəsm kursuma gedirəm. Rəsm kursumdan da qayıdaraq sabahlı olan dərslərimi hazırlamaya başlayıram. Vəssalam, bütün dərslərim bitdi. İndi isə bacımla oynamaq vaxtıdır. Günün sonunu